Herkese salam. Yine bugün sizlə ən çox müzakirə olunan sözlərdən biri haqqında danışacağım. Deməli, qlas sözünün iki mənası var. Qlas sözü həm şüşə deməkdir, həm də stəkan deməkdir. Şüşə stəkanlardan söhbət gedir. Yəni şəffaf olan, şüşə olan stəkanlar, belə deyək, xurda stəkanlar ola bilər və ya qruplu şüşə stəkanlardan. Kap sözü isə adətən çay içdiyimiz, kofe içdiyimiz, içi görünməyən, belə deyək də, o bir stəkanlardan nəzərdə tutulur. Deməli, qlas sözünün iki mənası var. Bir mənası şüşədir, digər bir mənası isə stəkandır. Şüşə material olduğu üçün biz sayıla bilməyən isimlər içində keçmişdik ki, materiallar, məsələn, dəmir, bronz, qızıl, gümüş, şüşə də bir materialdır. Bunlar sayıla bilməyən isimdir. Yəni uncountable noun. Şüşə mənası verəndə. Məsələn, there is much glass in my room. Otağımda çoxlu şüşə var. Tutaq ki, bu şüşə nə mənada gedə bilər? Pəncərələrindən, şüşələrindən danışa bilər və yaxud da ki, şüşə dizaynla hazırlanmış nədəsə gedə bilər və otağımda çoxlu şüşə var. Məsəl üçün, glass sözü stəkan mənası verdikdə isə, bu zaman bu countable noun gedir. Yəni sayıla bilən isim gedir. Glass sözü stəkan mənası verdikdə. Məsələn, there are 6 glasses in my kitchen. Mətbəximdə 6 stəkan var və yaxud da ki, stolun üstündə 6 stəkan var. Gördüyünüz kimi glass sözü stəkan mənası verdikdə sayıla bilən isim olur, şüşə mənası verildikdə isə sayıla bilməyən isim olur. Ümumi yekunlaşdırsaq, glass sözü şüşə mənası verərsəm 1. Artiklla işlənmir. Yəni qarşısında ənzi artiklı işlənmir. 2. Xəbəri həmişə təkdə olur. Kəmiyyət bildirən sözünün olaraq, kəmiyyət bildirən söz olaraq biz much seçə bilərik, a lot of seçə bilərik, some seçə bilərik, any seçə bilərik, little və a little seçə bilərik. Yəni biz burada many, few bunları işlədə bilmərik. Glass sözü şüşə mənası verdikdə. Glass sözü glass stəkan mənası verdikdə 1. Artiklla işlənir. 2. Cəmlənə bilir. Təbii ki, burada cəmlənə bilmir. Çünki biz sayılmayan isimləri cəmləyə bilmirik. Burada isə cəmlənə bilir. 3. Qarşısında miqdar sayı işlənə bilir. Məsələn, 3, 5 və sayə. Əgər təkdədirsə, xəbəri tək. Cəmdədirsə isə xəbəri cəm olur. Bu nə deməkdir? There is a glass. Stolun üstündə bir stəkan var. Stolun üstündə 5 stəkan var. Şüşə mənası verdikdə həmişə təkdə olur. Stəkan mənası verdikdə bir stəkandan söhbət gedirsə xəbəri is, 5 stəkandan gedirsə xəbəri ar olur. Deməli, burada isə qarşısında many işlənə bilər, few işlənə bilər, a few işlənə bilər, a few işlənə bilər. A lot of biz bildik ki, həm sayıla bilənlə, həm sayıla bilməyənlə işlədilir. Some və any də həm sayıla bilən, həm sayıla bilməyən isimlərlə işlədə bilir. Ümid varam ki, bu qayda hər kəs üçün aydındır. Bir də bir şey qeyd edim. Glass sözü özü isə açıq deməkdir, yəni eynək. Bunu isə bir ifadə edici o isimlərə, hansı ki, bu isimlər iki hissəlidir. Həmişə cəmdə yazılır və xəbər həmişə cəmdə olur. Buna başqa misal olaraq biz trousers, pants, pijamas, spectacles, tongs, tights misal gətirə bilərik. İsmin cəmləməsi dərsində bunları qeyd etmişdim. İngilis dilində bəzi isimlər vardır ki, bunlar iki hissəlidir. Həmişə cəmdə yazılır və xəbər həmişə cəmdə götürülür. İki hissəli sözlər, məsələn, şalvar iki ayağı var. Pijama iki hissədən ibarətdir. Açıq iki göz olur, yəni bir tərəfli olmur da. Qayçı, kəlbətin və s. Həmin bu glass sözü də cəmdə yazılarsa eynək mənası verir. Özü glass şəklində yazıla bilməz, həmişə glasses yazılır və xəbəri həmişə cəmdə olur. My sunglasses are black. Mənim günəş açkim qaradır, gün açkim, yəni gün eynəyim. Ümid varam ki, hər şey aydındır. Əgər xoşladıqsa kanalıma abunə olmağı, like eləməyi, başqalarıyla bölüşməyi unutmayın. Sağ olun, hələlik.